Musa yadındadır səni yaradanda sənə ruh verdim. Necə ruh vermişdim? Tərtəmiz, şəffaf, ağappaq. Musa peyğəmbər bir gün Allaha dedi, ilahi münacat eləyəndə. Dedi, ilahi cəmaatın içində bu ona deyir, sən cavanmərd adamsan. Cavanmərd bilirsiniz ki nədir? Bizdə cəvmərd də deyərlər ona. Cavanmərd yəni kişi adam da belə. Deyib bu ona deyir, sən nakişisən, mən kişiyəm. O buna deyir, yox, mən kişiyəm. Kişi cavanmərd nədir? Musa Allah'tan soruşur. Deyir, mən başım çıxmır. Bu belə deyir, o da belə deyir. Sən bilən yaxşıdır, ilahi. Cavanmərd kimdir? Kimə demək olar bu kişidir? Allah dedi ki, ya Musa, onun bir dənə əlaməti var. 2 dənədir. Mən bəzən deyirəm dostlarıma, deyirəm bunu yazın, qoyun cibüzdə. Hərdən baxın ona, bir cümlədir. Hərdən bir cümlədir. Baxın, görün ki, cavanmərd kimə deyərlər? Ən təruddə nəfsəkə iləyyə tahirə kəma qəbiltəhə minni tahirə. Cavanmərd budur. Musa yadındadır səni yaradanda sənə ruh verdim. Necə ruh vermişdim? Tərtəmiz, şəffaf, ağappaq. Bir gün Əzraili göndərəcəyəm məmurumu, o ruhi səndən alıb gətirib özümə verəcək, qaytaracaq. Əgər o ruhi məndən aldığın kimin özümə qaytarsan kişisən, əgər o ruhi məndən aldığın kimin mənim özümə qaytarsan, ona deyərlər cavanmərd. Kişi odur. Hər bir günah bir qara ləkə salır insanın ruhuna. Əgər tez tövbə elədin, o qara ləkə gedir. Və intamada, əgər çoxaltdın, oldu 2, oldu 3, oldu 4, çoxaldı, ta qara gəldi, ağı tutdu, oldu hamısı qapqara. Deyir, kişi odur ki, ruhun qoymaya, aldığı kimin saxlaya, ona deyirlər. Peyğəmbər təzkiyə yəni bu, təzkiyə buna deyərlər. Yəni vəzifən nədir odur? Vəzifən nədir odur? Nəyə imkanı var eləyir?